Deməli, yer səthinin relyefi. Bəli. Relyef nədir? Yer səthindəki nahamarlıqların cəmi. Məsəl üçün, evdən çıxırsan. Gedirsən bir düzənlik ərazi, qarşına dağ çıxır, sonra gelirsən çökəkli ərazidən qarşılaşırsan, sonra yenidən dağa çıxırsan, düzənliyə düşürsən. Bax, bu nahamarlıqdır. Bu nahamarlıqların cəmi nədir? Relyef adlanır. Reylə. Relyefi adlanır. Relyef öyrənən elm sahəsi geomorfologiya. Bax, mən sənə verəcəyim sual nədir? Relyef nədir? Sən deyəsən ki, müəllim, yer səthindəki nahamarlıqların cəmi relyef adlanır. Deyəcəm ki, relyefi öyrənən elm sahəsi. Deyəsən ki, müəllim, geomorfologiya. Deyəcəm ki, relyefi yaradan qüvvələr neçə yerə ayrılır? Deyəcəksən ki, müəllim, iki yerə. Endogen qüvvə, eksogen qüvvə. Deyəcəm, endogen Bəli. nədir, eksogen nədir? Deyərsən ki, ay müəllim, endogen daxilidir, eksogen isə xaricidir. Daxili amil, endogen, eksogen isə xarici amildir. Deyəcəm ki, ay Fərrux, endogen qüvvələr hansılardır? Bax, sən bu momentdə ağzını açıb göyə baxarsan. Bax, bu momentdə ha. Fikirləşərsən, qatıb qarşılarsan ki, hansı idi? Ha, Fərrux getdi. Fərrux. Hə, endogen və eksogen. Endogenlər daxili qüvvələr oldu. Hansılardır daxili qüvvə? Ay Fərrux, hara getdi? Bəli deyəsən. Küstü getdi Fərrux. Bir dənə gözləməm onu yazdım görüm hara getdi. Hadi yəni küsməyə gəl belə. Yaxşı. Hardan deyəm? Endogen qüvvələr deməli aslan nələrdir? Bax, sual verəndə üzü məni elə hala gətiribsiniz ki, mən sizə sual cavabı indidən burada deyirəm ki, nə sual verəcəm. Əsas. Endogen qüvvə nədir? Endogen qüvvə nədir? Mənim sənə verəcəyim sualdır. Sən deyəsən ki, müəllim, endogen qüvvə daxili qüvvədir. Deyəcəm ki, hansılardır daxili qüvvələr? Sən də deyəsən ki, ay müəllim, vulkandır, zəlzələdir. Bax, bu keçdiyimiz əvvəlki dərslər Daxildən var idi. gələn qüvvələr də müəllim. Ay sağ ol, əvvəl keçdiyimiz dərs. Bunlar vulkandan zəlzələlər. Nə oldu? Endogen qüvvələr oldu. Bəli. Eksogen qüvvə nədir deyəcəm. Deyəsən ki, müəllim xarici qüvvədir. Deyəcəm hansıları tanıyırıq eksogen qüvvədən? Deyəsən ki, ay müəllim, yağış, qar, Qabarıq. insan, axar su, yeraltı su, külək, nə bilim, buzlaq və s. Yerin üstündə olan hər hansı Hə, bir yerin təbii şeydir. üzərində olan hər hansı proseslər. Məsəl üçün, yəni bunu biz təbiətdə inanın ki, coğrafiyanı təbiətdə baxıb gözümüzlə çox asanlıqla görə bilirik. Sadəcə olaraq o gözümüzü açıb baxmaq lazımdır. Bax, məsəl üçün, görürsən ki, hər gün yağış yağanda həyətinizdən bu yerdən su axıb gedir, eləmi? Bəli. Bəli müəllim. Yavaş-yavaş görürsən ki, bura nə oldu? Dərinləşdi. Bax, bu bir Oldu çökəkdir. eksogen qüvvədir. Bax, eksogen qüvvə, yağış suyu. Yağış suyu yağdı, 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 yağdı. Burada bir çukur yaratdı. Bax, buna biz deyəcəyik Bəli. ki, qırım oldu, yarğan oldu, qobu oldu. Relyef forması. Təbiətdə olan bir şeydir. Hadi o termin adını burada öyrənirik ki, nə, bu adı buradan keçir bunun. Bəli. Aha, bunlar eksogen qüvvələrdir. Endogen qüvvələrin təsirindən yadda saxlayaq. Daha böyük nəhəng relyef formalar, yəni dağlar falan yarandı. Eksogen qüvvənin Bəli. təsirindən daha kiçik relyef forması. Məsəl üçün nə yarandı? Şırım, Yarğan, Qobu, Bedlend, Moren təpə, Moren tirə, bunlar biz keçəcək gələcək dərslərdə buzlaqların Bəli. təsirindən falan yanan relyef formalarıdır. Obyektivdə zoom yoxdur. Bunda nəsə girmir. Sözümü nəsə qoşulur. Mən də yazdım mən. Dedi ki, dərsinizə hamı baxaram. Hə, yalan deyirik. Sonra gəldik buradan reformaları ölçüsünə görə planetar, mega, makro, mezo, mikro reformalar olmaqla hissələrə ayrılır. Bunların açıqlamalarını vermirəm və sizdən tələb də etməyəcəm, çünki e, bu sizin yadınızda qalan şey də deyil. Hə. Nə qədər də öyrənsəniz, qaçışdırasınız onsuz da. Çox da qəbul falan da düşən bir şey də deyil. Hə, onda o yormarıq Hə. özümüz. Bir dənə adlarını bilin ki, hansılardır? Planetar, mega, makro, mezo, mikro reformasıdır. Bəli. Morfostruktur var, morfoskulptur var. Bunlar nədir? Endogen qüvvə, zəlzələ, vulkan, eləmi? Bax, Bəli, vulkan dərinlikdən püskürdü, gələn dağ dərin. yarandı, eləmi? Bəli. Vulkan nə idi? Endogen qüvvə idi. Dağ nədir? Morfos Dağdakı, hə.
Yəni Morfostrukturlar. endogen qüvvənin təsirindən yaranmış relyef forması nə adlanacaq? Morfostruktur adlanacaq. Morfostrukturlar. Eksogen qüvvənin təsirindən yaranan relyef forması isə morfoskulptur adlanır. Yadda saxlamaq üçün mən belə deyirəm həmişə bunu. Skul məktəb, məktəb binası kimi yadında qalsın. Yerin üzərindədir. Hə? Struktur deyirsən Morfos. nəyisə struktur, nəyi tərkibi daxili yadında qalsın. Tərkib. Yəni, Hə. struktur daxili deməkdir. Sonra gəldik buradan dağ. Dağ nədir? Dağ zirvəsi, yamacı, ətəyi aydın nəzərə çarpan nisbi hündürlüyü 200 metrdən yuxarı olan müsbət relyef formasına dağ deyirik. 200-dən aşağıda təpə adlanır bu. Dağın Bəli. elementləri var. Bu dağın zirvəsidir. Bura dağın ətək hissəsidir. Zirvə ətək arasında qalan məsafə dağın yamac hissəsi hesab olunur. Yamaç. Dağın zirvəsi əgər şiş ucludursa buna pik deyilir. P-I-K. Bəli. Piklərin yaranmasına səbəb buzlaqlardır. Şiş uzun zirvələrin yaranmasına səbəb buzlaqlardır. Aşırım var. Aşırım nədir? Dağın üzərisində keçid üçün əlverişli olan yol, peraval. Bildiyimiz peraval. Bax bu şəkildə yol olur ha. Bax buna deyirik aşırımdır. Sonra gəldik. Dağlar mənşəyinə görə, yaşına, hündürlüyünə görə qruplara bölünür. Dağlar mənşəyinə Tektonik və volkanik. faili, qırışıq faili dağlar olmaqla hissələrə nədir? Ayrılmışdır. Üç yerə ayrılıbdır. Qırışıq faylı bir də ki. Ha, biz bunları keçmişdik. Sizdən keçən dərs, burada o cavab verəmədiyiniz dərs var Hə, idi. göstərmişdiniz bəli. Dağ əmələ gəlmə mərhələləri. Dağların yerini göstərmişdim mən sizə. Bəli, mən deyəsən göstərmişdiniz. Dağların yerini göstərmişəm. Burada dağ əmələ gəlmə mərhələsinə yenidən dönüş edib baxırsınız ki, hansı Fərrux gəldi. Xoş gəlsən Fərrux. Hə, hansı Fərrux. dağlar nə vaxt yaranmışdır, ona mütləq baxırsınız. Ha, onu sizdən gələn dərs soracağam. Çünki bu dərsin Ya. çəkimi edirəm. Deməli, dağlar tektonik və vulkanik olmaqla iki yerə ayrılır. Tektonik dağlar nədir? Vulkanik dağ nədir? Bax, indiyə qədər öyrəndiyimiz vulkanlar var idi ha. Bəli. Onların hər biri bir vulkanik dağdır. Tektonik dağ nədir? Tektonik dağdakı tavaların hərəkətindən yaranmış dağ. Vulkanik dağ vulkan püskürməsindən yaranır. Tektonik dağ isə tavaların hərəkətindən, tavanın ayrılmasından, birləşməsindən yarana biləcək dağlara da ki, tektonik dağlar deyirik. Məsəl üçün, bax, burada yaranmış olan Alp dağları. Bu Alp dağları tektonik dağdır. Nəyin təsirindən yarandı? Afrikanın, Avrasiyanın toqquşmasının təsirindən yarandı. Afrikanın, Avrasiyanın toqquşmasının təsirindən yarandı Alp dağları. Məsəl üçün, indi burada bir dənə vulkan tapaq görək, harada var vulkan? Heç birinin adı yoxdur. Kilimanjaro. Kilimanjaro vulkanı Afrikanın ən yüksək nöqtəsidir, ən yüksək dağıdır. Bəli. Kilimanjaro nə mənşəlidir? Vulkanik mənşəli. Kilimanjaro vulkanının püskürməsindən yaranmış dağ hesab olunacaq. Başa düşdük? Bəli. Yəni, dağlar bu şəkildə ayrılır. Tektonik dağları üç yerə ayırsan. Qırışıq faili və qırışıq faili dağlara. Qırışıq dağlar cavan dağlardır. Bax, deyirəm. Qırışıq dağlar cavan dağlardır. Bunlar Kaynazoyun Alpında yaranmış dağlardır. Kaynazoyda Alp qırışığında yaranmış dağlar. Məsəl üçün, Ant Ya dağı, qərib dövrlərdə də. Ardeyerin qərbi. Məsəl üçün, Alp Himalay quşağında yerləşən Əndəlüs, Piriney, Alp, Karpat, Zagros, Qaraqorum, Himalay, Hindukuş, Pamir dağları və s. kimi dağların hamısı, Qafqaz dağları. Bunlar hamısı nədir? Tavr, Pont dağları. Bunların hamısı cavan dağlardır. Alp qırışığında yaranmış dağlardır. Atlas dağları Afrikanın şimalında. Bunlar qırışıq dağlardır. Fali dağlar qədim dağlardır. Paleozoyda yaranmış dağlardır bu dağlar. Ki bunlara məsəl Tamam. üçün hansılar? Ahbalas dağları Şimal Amerikadan, Kap Əjdaha dağları Afrikadan, sonra gəldik böyük su ayırıcı dağları. Bax bunu mən sizdən soruşacağam ki, məsəl üçün hansı dağlar yaranmışdı? Sən deyəsən ki, hə müəllim, Şimal Amerikada Ahbalas dağları göstərərsən xəritənin üzərisində danışırız bunu. Şimal Amerikada Ahbalas dağlarını göstərsən. Cənubi Amerikada Afrikada Kap Əjdaha dağları, Avstraliyanın şərqində böyük su ayırıcı dağları, Avrasiyada Skandinaviya, Ural, Altay, Sayan, Tian-Şan dağları. Bax bunlar paleozoy yaşlı dağlardır. Amma mən belə baxanda Ha? nə idi? Belə dağların adını çəkirik. Demək olar ki, çox vaxt üzü dağların biraz adlarını bilsək, çoxunda elə demək olar ki, Alpdır, Himalaydır, Atlasdır. Bu dağların elə çoxudur da. Yerini biləndən sonra aslında öyrənə bilməmənizin səbəbi odur ki, yerini bilmirsiniz xəritədə. Bax, onu dərk eləmirsiniz ki, bu yerini öyrənməliyəm. Sən o xəritə yerini biləndən sonra baxırsan ki, Skandinaviya dağı Avrasiyanın şimalında yerləşir.
Bu Bəli. dağ geosinklinal qurşağa düşmürsə, demək bu dağ qədim dağdır da onsuz da. Alp dağları Avrasiyanın geosinklinalına düşür. Bu demək nədir? Cavan dağdır, füsudur. Yəni geosinklinal ərazi cavan ərazidir, platform ərazisi qədim ərazi. Sən bunu buradan tutursan onsuz. Dağın yerini bildinsə, onu onsuz da bilirsən ki, hansı harda yerləşir. Yoxsa durub əzbərləməyə qalsa, əzbəri bölgəni istəyirsən onu heç vaxt. Bəli. Gəldik qırışıq faydalara. Qırışıq faydalara 3 dənə dağ aiddir. Bax, Altay Sayan Tianşan dağları. Altay Sayan Tianşan dağlara biz qədim dağ dedik. Niyə görə? Çünki Altay Sayan Tianşan dağları yarandılar harda? Paleozoy geoloji erasında, Kaledon və Hertsində yarandılar. Altay Sayan Tianşan dağları. Amma Alp qırışıqlığında bu dağlar nə etdi? Yenidən fəallaşmaya məruz qaldılar. Bax, bu yadımızda qalsın. Buna biz Aygün Kazımov deyirik. Necə deyirik? Çünki boğazım düyünləndi. Hə, niyə görə? Çünki deyirik ki, bu dağlar qədim dağlardır. Payızda yaranmışdır. Amma görünüşə Amma davam görsün. davan görsən. Necə ki, Aygün Kazımov var, 60-a yaxın yaşı, amma deyirsən ki, məsəl üçün bunun 30 yaşı var. Eləmi? Bax onun kimi ha. Bəli. Amma nədir? Yenə qədim dağdır. Qədimliyi qalır. Fərrux, yaxşı. Hə? Fərrux və mesaj yazır. Fərrux nədir? Fərrux nə yazırsan? Ay Fərrux. Hə, Fərrux Oqqadır da. Fərrux orada özündən Amerika kəşf edəcək. Sonra gəldik ki, burada dağların adları var. Hələ ki, bunlara belə deyim ki, baxarıq. Bunlara baxaq deyək də, bunların adlarını xəritənin üzərisində axtarın, tapın ki, hansı harda yerləşir. Müəyyən qədər də çalışın ki, mütləq hündürlüklərini, yüksək dağların mütləq hündürlüklərini üçün Himalaydır, Qarakorumdur, Pamirdir, Qafqazdır, nə bilim, Atlas dağlarıdır, Alp dağlarıdır. Bunların xüsusən Kilimancarodur. Bunların falan hündürlüklərini bilmək lazımdır. Onlar hamısı mənim Alp dağlarının yüksəkçiləridir, Yox, yoxsa? yox. Fərqli dağlar. Apalaçdır, Ant dağlarıdır, Kortler dağları, Böyük Su Ayıcı. Xüsusən bax bunlar çox istifadə olunanlardır. Hı. Dağlar hündürlüyünə görə 3 yerə ayrıldı. Alçaq, orta və yüksək dağlara bölündülər. Hündürlüyü 0 nədir? 200-dən 1000 metrə qədər olanlar orta da alçaq dağlardır. 1000-2000 arası orta yüksək dağlardır. 2000-dən yuxarıda 2000 isə plusdakı. alçaq yüksək dağlar hesab olunacaqdır. Məsəl üçün bax, Azərbaycanda yerləşən Bozdağ silsiləsi var. Bozdağ silsiləsi yerləşir Mingəçevir tərəfdə. Verdikmi bu xəritədə görüm. Bax, Bozdağ, Mingəçevir. Bozdağ silsiləsi. Mən bir də bir şey deyim müəllim, sözünüzü Bax, bağlan kəsin. Bu Zoom-da ekran qayd eləyəndən sonra mənim bu telefonumun yeri demək olar ki, azalıb. Biz hər dəfə eləyəndə ekran kaydı mən aram. Sonra da girib baxamıram ki, bu hara getdi. Zoom-dakı ekran kayıtları hara gedir ki? sən özün qayda alırsan. Hə, kayd alıram da bəs onu. Orada deyir ekran yayını başla. Bir dəqiqə gözlə. Bunu deyim. Bax, Çoban Dağ, Bozdağ. Bozdağın mütləq hündürlüyü 500-cə 100 metrdir. Çoban Dağ 890 metrdir. Bunlar nədir? Alçaq dağlara aid olacaqlar. Məsəl üçün bizdə orta dağlar nə var? Burada şey var, Dizdoni silsiləsi var. Bu bir dənə o birisi şey açım. Ağcabəddə. Ağcabəd nədir? 1056 metr hündürlüyü olmalı. Bax bura, Dizdoni dağı. Hə, 56 metr. hə, 1056 metr. 1056 Hə. metr. Bu 1056 orta metr dağ. hündürlüyü Bu var. Bu orta artıq dağ. orta yüksəkliyə malik olan dağdır. Amma Hə. 2000-dən yuxarı məsəl üçün 2493 metr Kömürgöz Yüksək. zirvəsi bu artıq yüksək dağdır. 4000 metr artıq nədir? Yüksək dağ hesab olunacaqdır deyəcəksən. Belə, bunları işləyirsiniz qəşəng-qəşəng. Birinci, ikinci bölmənin testini, bir də ki, zəlzələ vulkanın testini. İkisini də bax hamısına. 70 dənə testi mənim. 70 dənə 41 sual, 40 dənə 41 sual birində, 30 sual birində, bir də ki, o vulkan zəlzələ 92 dənə sual olmalıdır. Bəli. Onun hamısını, Onlar bir dənə mövzunun içində testini işləyirsiniz hamısını. Oldu?